Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Qazax rayonunun Qarapapaq kəndində köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 50 kvadrat metr olan yardımçı tikinin yanar konstruksiyaları 16 kvadrat metr sahədə yanıb. Yardımcı tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub, xəsarət alan olmayıb.